Salam əziz izləyicilər, mən Emin Abiyev, layihələrin idarə edilməsi üzrə təlimçi. Bu videomda sizə PMBOK 8 və onun əsas 6 prinsipi barəsində məlumat vermək istərdim. Bilirsiniz ki, artıq iyul ayından imtahanlar dəyişir, yəni kontent dəyişir. Bu barədə növbəti videolarımızda olacaqdır. Bu videoda sizə əsas bu PMBOK 8-in mahiyyətini bizə açan 6 prinsipi göstərmək, yəni bu barədə məlumat vermək istərdim. Birinci prinsip Adopt a Holistic View adlanır. Ümumiyyətlə, holistik yanaşma nə deməkdir? Yəni, bu o deməkdir ki, layihələrin idarə edilməsində biz istənilən bir dəyişikliyi, istənilən bir addımı atanda ümumi təşkilata təsirini müəyyənləşdirməliyik. Bütün proseslərə təsirini müəyyənləşdirməliyik. Yalnız bir məsələyə, yalnız bir işə təsirini müəyyənləşdirməməliyik. Yəni, hər bir şeyi nəzərə almalıyıq. Holistik baxış məhz bu deməkdir. Yəni, kənardan ümumi mənzərəni görməyi bacarmalıyıq. İkinci prinsip focus on value. Biz bilirik ki, PMP, ümumiyyətlə PMI dəyərə çox önəm verir və ümumiyyətlə layihələrin idarə edilməsində xüsusilə bu son zamanlar bu bir aktual mövzudur ki, yəni müştəriyə dəyər ötürmək, dəyər vermək. Sözsüz ki, biz məhsulla bir dəyər ötürürük. Amma tək məhsulla da dəyər ötürməyi nəzərdə tutmamalıyıq. Eyni zamanda öz davranışlarımızla, öz münasibətimizlə, müştərini layihəyə cəlb etməklə, onunla kollaborativ bir mühitdə ünsiyyət qurmaqla və s. Yəni, bütün bu məsələlər bir dəyər ötürməni xarakterizə edir. Yəni, son məhsul tək nəzərdə tutulmamalıdır. Value, focus on value odur ki, yəni müştəriyə məmnun edəcək müştərini, ona dəyər qatacaq, ona dəyər ötürəcək bütün amilləri yəni nəzərə almalıyıq. Həm biznes cəhətdən, həm də digər məsələlər. Üçüncü prinsip aim quality into processes and deliverables. Yəni, bu onu nəzərdə tutur ki, biz keyfiyyət məsələsini mindset olaraq, yəni təfəkkür olaraq həmişə fikrimizdə saxlamalıyıq. Yəni, bunu ancaq son məhsulda keyfiyyətli bir məhsul buraxmaq deyil, bütün addımlarımızda, bütün davranışlarımızda keyfiyyət amilini fikirləşməliyik. Yəni, bütün qərarlarımız, davranışlarımız, addımlarımız hamısı keyfiyyətlə əlaqəli olmalıdır. O zaman sözsüz ki, son məhsul mütləq olaraq keyfiyyətli olacaqdır. Növbəti prinsip be an accountable leader. Bu onu nəzərdə tutur ki, yəni biz bir layihə meneceri kimi, bir lider kimi təbii ki, məsuliyyətimizi anlamalıyıq. Biz bilməliyik ki, biz sonda bir keyfiyyətli məhsul verməliyik. Amma eyni zamanda bunun üçün sizin məsuliyyətini anlayan bir komandanız da olmalıdır. Ona görə, belə deyək, komanda ilə dürüst olmalıyıq, ədalətli olmalıyıq, eyni zamanda qarşılıqlı inam və məsuliyyəti anlayan bir, belə deyək, mühit yaratmalıyıq layihədə. Növbəti prinsip integrate sustainability within all project areas. Bu təzə bir mövzudur PMBOK 8-də, əvvəlki kitablarda bu yox idi. Bu son ümumiyyətlə zamanın dünyanın bir trendidir, vacib bir məsələsidir. Nədir bu? Yəni dayanıqlılıq məsələsi, yəni yaşıl yanaşması. Təbii ki, PMI də onu nəzərdə tutur ki, biz layihələri həyata keçirərkən, planlayarkən, icra edərkən həm insanları, həm cəmiyyəti, həm də planetimizi fikirləşməliyik. Yəni, belə deyək, birincisi insanlarla ədalətli davranmalıyıq, birincisi insanların rifah halını fikirləşməliyik, onları vaxtından artıq işlətməməliyik. Bu bir məsələ. İkincisi isə, yəni, tullantılar məsələsi, yəni ətrafı tullantılarla korlamamalıyıq, ekoloji materiallardan istifadə etməliyik, alternativ enerji mənbələrinə müraciət etməliyik və s. kimi məsələlər yəni burada nəzərdə tutulur. Və sonuncu prinsip build an empowered culture. Empowered culture deyəndə, yəni bu onu nəzərdə tutur ki, yəni sən elə bir mühit yaratmalısan ki, layihə meneceri olaraq, komanda üzvləri, yəni özlərini layihəyə lazımlı hiss etməlidirlər. Onlar layihəyə hiss etməlidirlər ki, bir töhfə verirlər. Onlar öz bacarıqlarını ortaya qoya bilirlər. Bu, komanda üçün bir kollaborativ mühitin yaradılması, eyni zamanda komanda ilə stakeholderların arasında olan münasibətlərin düzgün formada tənzimlənməsi nəzərdə tutulur. Çünki stakeholderlar hamısı, yəni layihə iştirakçıları razı olanda və hamısının layihədə aktiv iştirakı olanda sözsüz ki, uğurlu bir nəticə qaçılmaz olacaqdır. Mövzumuzla bağlı bu qədər. Diqqətiniz üçün təşəkkür edirəm.